Kısa zaman kəsiyində hər zaman mən çıxışlarımda bunu qürurla qeyd eləmişəm. Cəmi 44 gün ərzində biz düşmənin başına yazmışıq. Özü də ən müasir müharibə təhlükəsilə. Bugün dünya ölçələrində, dünya universitetlərində, bugün hərbi universitetlərində bildiyim qədərilə tədris olunan bir müharibə taktikasıyla. Məsələn, üzr istəyirəm, bir haşiyə toxunmaq istəyirəm. Bir neçə gün öncə o Qarabağ torpaqlarına qədəm qoymaq xoşbəxtlik mənə nəsib oldu. O Şuşanın cıdır düzündəki o qayalarda mərmi izlərini görəndə, orada oğullarımızın çəkdiyi məşəqqəti, o cıdır düzündəki o yamaca onların dırmandığı o çətin reliefi görəndə həqiqətən insan qəribə hisslər yaşayır. Hər zaman mikrofonlarda gürüldayan mən orada həqiqətən bir şərh edib balaca video çəkməkdə çox əziyyət çəkdim. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah qoy bütün qazilərimizə tez zamanda şəfa əta eləsin inşallah. Növbəti çıxış üçün söz hörmətli millət vəkilimiz Arzun Ağayevi bugün burada təmsil edən onun köməkçisi Elşad İsmailov verilir. Çox təşəkkür edirəm. Hörmətli tədbir iştirakçıları, hörmətli şəhid ailəmizin üzvləri, hər birinizi millət vəkilimiz adından salamlayıram. Bu günləri qəhrəman şəhidimizin xatirəsinə inşa olunmuş Abidə Blok kompleksinin açılışında iştirak etmək qürur vericidir və millət vəkilimizin bir daha baş sağlığını sizlərə çatdırıram. Doğrudan da şəhidlərimizin hər biri bizim üçün qürur mənbəyidir. Onlar öz adlarını müasir tariximizə qızıl hərflərlə yazdı. Gənc nəsillərə, gələcək övladlarımıza örnəkdilər. Ona görə də bütün şəhidlərimizin hər birini böyük ehtiramla anır, ruhları qarşısında baş əyirik. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Çox təşəkkür ederim hörmətli